Noyabrın 30-da Bakının Xudafərin sarayında İraq və Suriyada yaşayan türkmən soydaşlarımıza mənəvi dəstək məqsədi ilə Kərkük gecəsi keçirilib. Gecəni giriş sözü ilə Kərkük Harayı soydaşlarımıza yardım kampaniyasının əlaqələndirmə mərkəzinin üzvləri Rüfət Muradlı və Jaylə Cəfərova açdıqdan sonra Azərbaycan himni və Türkmən eli marşı oxunub. Sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və KXÇB sədri Mahmud Mirəloğlu mərasim iştirakçıları qarşısında çıxış edərək Türkmən elinin Türk dünyasının bir parçası və Azərbaycan türklüyünün ayrılmaz hissəsi olduğunu iştirakçıların diqqətinə çatdırıblar. Tanınmış sənət ustaları Nuriyə Hüseynova, Ağalar Bayram, Novruz Novruzlu, Solmaz Kösayeva, Şuşa Elat Muğam üçlüyünün ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Kərkük gecəsində Bakıda Türkmən elindən olan tələbələr adından Yəhyə Mehdi, şair Yusif Nəğməkar, İraq-Azərbaycan Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədova çıxış edərək Kərkük gecəsinin təşkil olunmasına görə təşkilatçılara təşəkkürlərini bildiriblər. Kərkük gecəsində Milli Mədəniyyətin Təbliği İctimai Birliyi tərəfindən hazırlanmış Türkmən eli səninləyik başlıqlı xüsusi bayraq iştirakçılar tərəfindən imzalanaraq Kərküklü tələbələrə təqdim olunub. Gecədə gənc məktəblilərin Kərkük haqqında şeiri səsləndikdən sonra Kərkük Harayı soydaşlarımıza yardım kampaniyası əlaqələndirmə mərkəzinin üzvləri Ümid Partiyasından Talih Əliyev, Tamilla Qulami, KXÇB-dən Sudeyev Sadıqlı, Ağ Partiyadan Əhəd Məmmədli, Bütöv Azərbaycan Ocaqları adından Faiq Qəzənfəroğlu, Azərbaycan Turan Birliyindən Flora Ramazanova, habelə Bütöv Azərbaycan Mühafizəkarlar və Millətçi Gənclər Təşkilatı təmsilçiləri çıxış edərək Kərkük deyib, Türkmən eli deyib, gecəyə qatılanlara öz təşəkkürlərini ifadə edərək bu yöndə fəaliyyətlərin davamlı olmasını israr ediblər. Kərkük gecəsinin sonunda gənc rəssamlar mərasim boyu çəkdikləri tabloları Türkmən elindən olan tələbələrə hədiyyə ediblər. Elman Türkoğlu isə özü hazırladığı Türkmən eli və Azərbaycan bayraqlarını Kərkük Harayı əlaqələndirmə mərkəzinə bağışlayıb. Mərasim Azərbaycan Türkmən elinə dəstək çağırışları ilə sona çatıb.